Bir daha salam. Bəli, biz beynəlxalq tədbirin keçirildiyi məkandan informasiyalar ötürməyə davam edirik. Bu dəfə təhsil haqqında məlumatlarımız var. Belə ki, biz əslində Qarabağda və Şərqi Zəngəzurda bərpa quruculuq layihələrini bugün dünyaya təqdim edirik və Azərbaycanın şəhərsalma modelinin bariz bir nümunəsidir. Biz təxminən 6 il əvvəl təhsilimizlə, quruculuğumuzla, mədəniyyətimizlə Qarabağa qayıtmışıq əslində və təxminən 2 il əvvəl biz ora ali təhsil müəssisəsinin fəaliyyətini də bərpa elədik. Bu ərazilərdə söhbət Qarabağ Universitetindən gedir, Azərbaycanın Qarabağın təhsil ocağından gedir. Belə ki, yeni fakültələrin yaradılması nəzərdə tutulub və hazırda mənim yanımda universitetin rektoru Şahin Bayramov var. Şahin müəllim bizim suallarımızı ətraflı cavablandıracaq. Müəllim, sizi xoş gördük beynəlxalq tədbirdə. Sizin işinizdə uğurlar arzulayırıq. Gördüyümüz qədərilə siz də Expo mərkəzdə stendlə təmsil olunursunuz. Qarabağ Universitetinin bu tədbirdə iştirakının əsas məqsədi nədir? Təşəkkür edirəm. Əvvəla xüsusi qeyd eləməliyəm ki, belə bir qlobal foruma ölkəmizin ev sahibliyi etməsi bir vətəndaş olaraq bizi qürurlandırır. İkiqat qürur vericidir ki, möhtərəm prezidentimiz tərəfindən yaradılmış Qarabağ Universiteti bu forumda öz pavilyonu ilə iştirak edir. Məqsəd ondan ibarətdir ki, ilk növbədə Qarabağ Universitetini geniş dünya ictimaiyyətinə tanıdaq. Qarabağ Universiteti bilirsiniz ölkəmizdə hazırda Qarabağımızda aparılan geniş miqyaslı quruculuq fəaliyyətlərinin bir bariz nümunələrindən biri kimi ortaya çıxır. Çox qısa müddətdə ölkə başçımızın diqqəti və qayğısı sayəsində bu universitetdə artıq ikinci akademik ili başa vurmaq üzrəyik. Universitetimiz sürətlə böyüyür. Artıq 2150-dən artıq tələbəmiz var, 400-dən artıq əməkdaşı olan bir universitetik və ana məqsədimiz ondan ibarətdir ki, doğma Qarabağımızda yaradılan bu universitet Qarabağda həyatın bərpasında fəal rol oynasın, yeni dövrün mütəxəssislərini hazırlasın, layiqli vətəndaşlar yetişdirsin ki, o vətəndaşlar ki, ölkəmizin və doğma Qarabağımızın növbəti inkişafında mühüm pay sahibi olsunlar. Düşüncə ondan ibarətdir, belə bir qlobal tədbirlərdə iştirak etməmiz həm də universitetimizin tanıtımına böyük təsir göstərir. Burada həm öz təcrübəmizi bölüşürük, həm digər bu pavilyonlardakı olan təcrübələrdən faydalanmaq imkanımız var. Yeri gəlmişkən universitetimiz burada pavilyonda iştirak edir. Həm əməkdaşlarımız buradadır. Çoxsaylı Qarabağ Universitetinin gənc tələbələri könüllü olaraq buradadırlar. Onlar da dolayısıyla belə bir forumun baş tutmasına bir gənc olaraq Qarabağ Universiteti ailəsinin üzvləri olaraq töhfə verirlər. Şahin müəllim, fürsətdən istifadə edib sizə sual verək ki, yeniliklər nələr var Qarabağ Universitetində? Növbəti təhsil ilində bizə hansı yeniliklər gözləyir? Qarabağ Universiteti qeyd etdiyim kimi ikinci akademik ilini başa vurmaq üzrədir. Yeniliklərimiz ondan ibarətdir ki, yeni ixtisaslarımız olacaq, yeni ixtisaslara tələbə qəbul həyata keçirməyi düşünürük. Universitetimizdə tikinti quruculuq işləri sürətlə davam edir. Bilirsiniz, bu yaxınlarda Biznes və İqtisadiyyat fakültəmizin yeni binasının açılışı oldu. Hal-hazırda universitetimizin mühəndislik fakültəsi üçün yeni tədris binasının, laboratoriya bazasının qurulması həyata keçirilir sürətlə. Universitetimiz dediyim kimi sürətlə böyüyür. Tələbələrimizin uğurları artır, akademik insanlarımızın elmi fəaliyyətləri genişlənir. Artıq Qarabağ Universitetinin əməkdaşlarının yazdıkları elmi məqalələr dünyanın nüfuzlu elmi jurnallarında dərc olunur. Bu günlərdə universitetimizin yeni bir elmi jurnalı, ilk elmi jurnalı Qarabağ Universitetinin ilk elmi jurnalı ilk nömrəsi işıq üzü gördü. Birinci və ikinci kurslarda təhsil alan tələbələrimiz artıq çoxsaylı milli və beynəlxalq yarışmalarda iştirak edirlər. Qarabağ Universitetini belə məsuliyyətlə layiqincə təmsil edirlər. Bir də səhv eləmirəmsə, Qarabağ Universiteti tək Xankəndi ilə yekunlaşmayacaq və yaxın rayonlarda da yeni filiallarının, korpuslarının tikintisi nəzərdə tutulub. Nəzərdə tutulan, planımızda olan məsələlərdən biri budur ki, Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri yaxın dövrdə, yaxın qarşıdakı perspektivdə fəaliyyətini Şuşa şəhərində davam etdirsin. Planlarımıza Xocalı şəhərində aqrar fakültənin yaradılması da daxildir. Düşüncələrimiz bundan ibarətdir. Dövlətimizin dəstəyi ilə inşallah ki, bu layihələri uyğun zamanda reallaşdırmağı nəzərdə tuturuq. Çox sağ olun, sizə təşəkkür edirik, işlərinizdə uğurlar arzulayırıq. Bir daha qeyd eləyək ki, bizim müsahibimiz Qarabağ Universitetinin rektoru Şahin Bayramov idi. Biz çalışdıq ki, sizə yeniliklər haqqında məlumat verək. Bəli, əvvəldə də qeyd elədiyim kimi biz Qarabağa mədəniyyətimizlə, təhsilimizlə qayıtmışıq və nə xoşdur ki, hazırda Qarabağda gələcəyin mühəndisləri, gələcəyin memarları yetişir ki, onlar da şəhərsalma layihələrində böyük dəstək ola bilərlər. Gənclər
öz innovativ yanaşmalarını sərgiləyə bilərlər. Biz burada olduğumuz müddətdə məhz bu stenddə çoxlu gənclərin yaxınlaşdığını gördük. İndi fonumuzun belə boş olduğuna baxmayın. Təxminən az əvvəl bura istər xarici vətəndaşlar olsun, istər də yerli gənclər olsun yaxınlaşıb universitetin fəaliyyəti haqqında tanış olurdular və ora müraciət etmək haqqında düşünürdülər. Hələ ki çatdıracaqlarımız bunlardan ibarətdir. Söz yenidən sizdədir. Minnətdarıq Sevda. Ətraflı məlumat üçün bir daha qeyd edək ki, əməkdaşımız Sevda Xanaliyeva Qarabağ Universitetindəki yeniliklərlə bağlı son məlumatları çatdırdı.